Salam, kanalıma xoş gəldiniz. Bu videomda sizlərlə çox asan bir peçeniya hazırlayacağım. Az ərzaqlarla hazırlanır, çox da dadlı, ləzzətli və görünüşü də gözəl olur. 3 ədəd yumurta əlavə edirəm qaba, üzərinə 1 stəkan duru yağ, 1 stəkan ya şəkər tozu ya da ki pudra şəkəri. Məndə kofemolka var, şəkər tozunu çəkdim, pudra şəkəri halında əlavə etdim və qarışdırdım. Sonra üzərinə 2 stəkan un, 1 ədəd vanil, 1 çay qaşığı da qabartma tozu əlavə edib qarışdırıram. Un toplamda 4 stəkan yarım istifadə etdim mən. Amma az-az əlavə etməyiniz daha yaxşıdır, çünki yumşaq bir xəmir olmalıdır. Və çalışdığımız qədər əlimizlə xəmiri qarışdırmırıq. İstəsəniz qarışdıra da bilərsiniz, amma xəmir ələ yapışan olduğu üçün onu daha çox istifadə etməli olarıq. Onun üçün qaşıqla qarışdırmaq daha yaxşıdır. Və beləliklə 4 stəkan un əlavə etdim. Xəmir biraz da yumşaq olduğu üçün təzədən yarım stəkan da əlavə etdim. Beləcə bu kıvamda bir xəmir olmalıdır. Təmiz əlimizi vuranda gördüyünüz kimi yapışmır. Və indi isə azca əlimə duru yağ vururam. Xəmiri də qaşıqla götürürəm. Qozdan biraz iri formalar verib belə yumurlayıram, listə əlavə edirəm. Listə yağlı kağız sərmişəm, istərsəniz yağlanmış listədə yığa bilərsiniz. Belə formalar verib yığdıqdan sonra üzərindən butulka qapağı ilə və yaxud bu formanı verəcək bir əşyanın belə basırıq, ortasında dəlik alınır. Sonra həmən dəliyə də ya şokolad, ya cem əlavə edirik. Cem əlavə etsək qatı cem olmağı daha yaxşıdır ki, bişərkən əriyib qıraqlarına axmasın. Və çox da doldurmuruq, az əlavə edirik. Məndə cavalı cemi var idi. Tünd rəngdə olduğu üçün ondan istifadə etdim, daha gözəl görsənsin. Sonra isə sobaya qoyuruq, normal peçeniyalar bişirdiyimiz rejimdə bişiririk. Altı qızarır, üzəri isə ağ qalır. Gördüyünüz kimi çox az ərzaqla çox tez hazırlanır və gözəl də görünüşü olur. Sizlər də bu reseptlə hazırlayıb öz çay süfrələrinizi bəzəyə bilərsiniz. Əgər hazırlasanız şərhlərdə fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Videomu da bəyəndiysəniz like etməyi, kanalıma abunə olmağı unutmayın. Sağ olun.